Biz televiziyada bilirəm. Musiqisindən danışır, deyir ki, mən orada tanıyıram. Mən o barədə mütaliə eləmişəm. Böyük alimlərlə danışırdım, bu deyirdi, tanıyıram. Deyirdim, sən hardan bunları tanıyırsan? Deyir, mən uşaqdan sevirdim Təbriz. Hey deyirlər, o tay, bu tay, o tay, bu tay. Mən bağlı olmuşdum uşaqdan Təbrizə. Bu da bəy Allahın hörməti idi mənə görə ki, elə bir insanın məni qoşdurdu ki, bu çox qabiliyyətli idi, çox. Həddindən artıq mənlə evlənməmişdən qabaq. Belə deyərdim ki, hər şeyi bu çox gözəl bilirdi, hər şey. Xarici kimi fəaliyyət elədim. Bu cür yəni biz ikimiz artıq işləməyə başladıq və mən necə deyərlər, mən onun sağal olmağa başladım. İş həyatından daha yəni ötə getdim. Və onun demək olar işlərini gördüm, tamam montaj işlərini, hətta kameramanlıq da eləyirdim çox vaxtı. Çox sadə bizim səmimi dostluğumuz vardı. Yavaş-yavaş güya ki, o məndən pisi gəlməmişmiş. Bax, belə deyim. Mənim danışıq tərzim, ictimai hərəkatım bunu biraz cəzb eləmişdi özünə. Ki, mən heç nəyi təbii ki, planlaşdırmamışdım, heç o da planlaşdırmamışdı. Məndə birinci şəxsiyyətə pərəstiş formalaşdı. Mən bu insanı tanıdıqca hər gün daha çox pərəstiş etməyə başladım. Və gözümdə hər gün daha çox ucalırdı. Və bu ucalıq yavaş-yavaş heyranlığa çevrildi və mən bir də baxdım ki, artıq heyran olmuşam bu bəyə. Sonra təbii ki, bu hisslər oyandı bizdə, amma bunu dilə gətirmək çox çətin idi. Mənim rəftarım onun ürəyicə olmuşdu. Bu heç bunu bildirməmişdi. 4-5 ildən sonra mən hətta ona dedim ki, mən sizdən istəyirəm kömək alam ki, mən yavaş-yavaş evlənəm. Çünki tabii belə Azərbaycanda tək qalmaq olmaz. Hətta cəsarətlə bunu deyim ki, o neçə nəfər insanı məndən cəhd elədi tanış eləməyə. Mən onlarla görüşdüm, gördüm, yox, mən deyən deyirlər. Onlarla evlənsəm, 2000-ci ayrılıqda olacaq, lap hörmətdən düşmə olacaq. 3-cüdə olacaq, lap hörmətdən də 4-cüdə gəl çıxasan, vətəndən gedəsən. Ona görə mən biraz ciddi oldum bu məsələdə. Ailəsində söhbət eləmişdi ki, bəs mən filan kəsdən tanışam. Onlar da mənə təbii ki, bir müğənni olaraq tanıyırdı. Hətta məndən xahiş edər ki, bir dəfə Mingəçevirə mənim qardaşımın toyuna gəl, mən oraya gedə bilmədim. Amma Mingəçevirə gedəndə üçün xoşum gəlir, orada bir hotel var, gedərəm ora. Bunların evinə getdim, gördüm çox sadə bir atası var, sadə anası, necə səmimi. Öz-özümə mən də fikirləşdim ki, bəylə bu adam da pis deyildi, düzdür, mənlə cavandı biraz, amma bu məsələ bir imtihana çəkək da. Mən dedim, Allah, mən bunu necə deyim, axı, mən biraz ondan yaşım çoxdur. Bunu mən buna necə deyim, necə anladım, axı, desəm birdən belə əsəbləşər, qayıdar, mənə deyər, bu nə söhbətdir, mən belə çox pis olur. Bizə yaxın bir insanın vasitəsilə mənə öz hisslərini bildirdi. Sanki mənim ürəyimdən xəbər verdi, belə deyək. O da qayıdıb demişdi ki, mən də elə ötür ona müsbət baxırdım. Bizim münasibətimiz artıq izdivaca doğru getdikcə və mən gördüm ki, bu his adi bir his deyil. Bu çox ülvi bir hissdir. Ən azı mən özüm üçün bunu deyə bilərəm. Bu çox pak bir hissdir. Bu heç bir ətraf, kənar bir şeylərə dayanmır bu hiss. Yəni, insan gözü yumulu necə tutaq ki, aşiq ola bilərsə, mən o cür Yaqub bəyə aşiq olmuşam. Yenə deyirəm, bu heç bir kənar bir qüvvəyə söykənmir. Yalnız, belə deyək, onu sevdiyimi bilirəm. Və bu, mənim özümdən də bu hiss yuxarıdadır, özümü də aşır. Buna baxmayaraq, bizim evlənməyimiz biraz çətin mənə görünürdü. Çünki mən valideynlərimə çox bağlı bir insanam. Onların razılığı olmasaydı, mən nə qədər də çox sevmiş olsaydım,
bu izdivac baş tutmazdı. Və mən çox xoşbəxtəm ki, mənim valideynlərim bizim evliliyimizə qol qoyublar, xeyir-dua veriblər. Və mən indi özümü Sevinç xanım çox xoşbəxt hiss edirəm. Çox mehribanıq evdə də. O məndən bir stəkan çay da istəyəndə onu lütfən mənə bir stəkan çay ver deyir. Heç vaxt mənə deməz ki, çay mənə süz. Çalışıram ki, o həmişə məmnun qalsın həyatından. Əgər indiyə qədər sakit bir həyatı var idisə, rəvan bir həyatı var idisə, bugün də o rəvanlığı qoruyub saxlamaq istəyirəm. Və əlimdən gələn eləyirəm ki, tutaq ki, bizim evladımız dünyaya gələndə mən onun ağlamağını, onun körpə uşaqdır, məsələn, onun qayğılarını atasına çox bildirməmişəm. Bəlkə də bu, onun da vəzifə borcu idi, atalıq borcudur. Amma mən onun heç vaxt, məsələn, gecə uşaq oyanırdısa, tez mən götürüb onu başqa otağa aparmışam ki, atası oyanmasın. Yaşlı mən ondan təcrübəliyəm da. Təcrübəli olan da o çalışırdı ki, özüm məndən uyğun gətirə. Uyğun gətirəndə gördüm ki, bu mənim ürəyimcə olur. Mən təcrübələrimi biraz vaxtından əvvəl qazanıram, bugün də qazanıram. Çünki mənim yanımda həyat təcrübəsi olan bir insan var. Əgər mən bir şeyi, tutaq ki, 5 il sonra yaşayacaqdımsa, onu artıq mənə 5 il bundan əvvəl yoldaşım deyib, ya mən onda görmüşəm. Yəni, bu mənə yaşamağımda, gələcək həyatımda çox kömək olur. Xanımlarda çox qısqancılıq var. Mən də məşhur bir insan olaraq Azərbaycanda təbiidir ki, hamıya belə telefonlar gəlir və heç kəs deyə bilməz ki, mənə telefon gəlmir. Mənə də hərdən bir telefonlar gəldi, amma o heç üzə vurmurdu. Bəyə də məndən sonra mənim telefonuma baxırdı. Mən də yəni, çox rahatım, çünki yəni, insan evləndən sonra təbiidir ki, öz ailəsi ilə daha xoşbəxt yaşamağa çalışmalıdır. O onu bilirdi ki, mən də başqa insanla bir münasibətim yarana bilməz. Bəyə də baxırdı, amma mənim üzümə gətirmirdi. Amma neçə gün keçəndən sonra mənə təkrar soruşurdu. Deyirdim, bəs belə bir insandır, mənim pərəstişkarım olub, misal üçün. Mən də ondan təşəkkür elədim və ondan xudahafizləşdim. Görüşməyimi məhdudlaşdırmışam. Bəyə də o səmimi istəyirdi görün, amma onu da istəmirdim. Çünki xanımların qısqancı olduğum 100% əmin idim və bilirdim. Əvvəl olurdu biraz, amma son zamanlar onu qısqandığım yadıma gəlmir. Qısqanclıq o zaman olur ki, ona şərait olsun, əsas olsun. Yox, biz həmişə bir-birimizin yanındayıq. İnanın ki, mən rəfiqələrimə, doğmalarıma o qədər vaxt ayıra bilmirəm. Çünki biz həmişə üçümüz oluruq.